Səfər Quliyev, Səfər İlqar oğlu Quliyev, Azərbaycanın parapsixologiya, metafizika və paranormal hadisələrin tədqiqi sahəsində fəaliyyət göstərən tanınmış simalardan biridir. O, bu sahədəki fəaliyyətlərini həm elmi, həm də mənəvi müstəvidə birləşdirməyə calisan bir tədqiqatçıdır. Asagidə onun haqqında daha ətraflı məlumat təqdim olunur. Peşəkar fəaliyyəti və ixtisası. Səfər Quliyev özünü bir necə spesifik sahənin mütəxəssisi kimi təqdim edir. Paranormal elmi araşdırıcı, izahi çətin olan hadisələri, enerji sahələrini və anormal fenomenləri araşdırır. Metafizika və parapsixologiya, insan psixikasının və fiziki aləmin kənarındakı mövzularla bağlı nəzəriyyələr hazırlayır. Alternativ tip mütəxəssis və spiritualist, insanın mənəvi və energetik bərpası üzərində fəaliyyət göstərir. Təşkilati fəaliyyəti. O, Azərbaycanda bu sahədə sistemli iz aparmaq məqsədilə Paranormal Elmi Araşdırma Mərkəzinin qurucusu və rəhbəridir. Bu mərkəz vasitəsilə müxtəlif araşdırmalar aparır, eyni zamanda sosial layihələrdə də fəallik göstərir. Məsələn, DSP əngəlsiz kimi ictimai birliklərin yaradılması təşəbbüsləri, bioqrafik faktlar, ailə fonu, Səhid ovladıdır. Bu fakt onun ictimai statusunda və həyata baxışında mühüm yer tutur. İz təcrübəsi. 2013-cü ildən etibarən məlumat hesablama mərkəzində peşəkar fəaliyyətə başlamışdır. Bu, onun texniki və məlumat analizi tərəfinin də güclü olduğunu göstərir. Yasadigi yer, hazırda fəaliyyətini əsasən Bakı və Gəncə şəhərlərində davam etdirir. Maraq dairəsi və tədqiqatları. Səfər Quliyev təkcə paranormal hadisələrlə deyil, həm də geniş spektrli mövzularla maraqlanır. Tarixi araşdırmalar, qədim sivilizasiyalar, məsələn, Petra antik şəhəri və tarixi şəxsiyyətlər, Cengiz xan və Esla haqqında fərqli yanaşmaları mövcuddur. Klassik ədəbiyyat, Nizami Gəncəvi, Füzuli kimi boyuq şairlərin əsərlərindəki gizli mənaları və mənəvi fəlsəfəni təhlil edir. Səfər Quliyev müasir texnologiyalarla mənəvi elmləri sintez etməyə calisan, cəmiyyətdə həm elmi, həm də metafizik baxış bucağı ilə tanınan bir şəxsiyyətdir.